Azərbaycanda yetərincə aktyor var, rejissor demək olar ki, yoxdur. Sanki həyatlarını o qədər ideal yaşayıblar, insanlar haqqında bilib-bilməyən fikirlər səsləndirirlər. Amma bir dənə indi TikTokdakı dalını başını bayıra qoyanı buradan dəvət elə içəri girməyə, siz televizçilər cumacaqsınız onun üstünə. Ən böyük haqsızlıq nə olub ki, onu heç vaxt unutmursunuz? Deyirsən 5000, deyirsən başıma dönüm. Bunu aşağı eləyək də. Nə verərsən? Vallahi imkan 2000-ə çatır. Danışanda da kənarda qalırsan. Niyə? Qorxurlar. Səni mal yerinə qoya bilmir və sən onun üçün olursan qəliz adamdır. Azər axşam özü ilə təkbətək qalanda onu ən çox nə kədərləndirir? Nə heç kimin tərifini, amma nə heç kimin də söyüşünü istəmirəm. Bacarmalısan ki, həyat yoldaşı ilə hər mövzuda danışa biləsən, kəlmə-i şəhadəti söyləməklə dünyadan köçməyi arzu edirəm. Salam, hörmətli Biznes TV izləyiciləri. Daha aydın verilişi yeni evlərinizin qonağıdır. Bugün də studiyamızın çox maraqlı qonağı var. Həm yaradıcılığında, həm televiziya məkanında özünə məxsus üslubu, tərzi ilə seçilən Azər Axşam qonağımızdır. Azər müəllim, xoş gəlmisiniz. Təşəkkürlər, çox sağ olun, minnətdaram. Allah razı olsun. Çəkilişə başlamadan öncə sizinlə bir balaca söhbət etmə fürsətimiz oldu. İlk öncə təşəkkür edirəm ki, dəvətimizi qəbul etmisiniz. Sizi studiyamızda görmək çox xoşdur. Və söhbətimizi istinad edərək əslində planlaşdırdığım başqa bir sual var. Amma elə bu sualla başlamaq istəyirəm ki, Azər müəllim, hardan hara? Hardan hara? Uşaqlıqdan 53 yaşa. Allah ömrünüzü uzun eləsin. Yəni, şükürlər olsun. Təbii ki, gəldiyimiz yolda çox böyük imtahanlar oldu, çox böyük sınaqlar oldu. Xətalar, səhvlər, günahlarımız oldu, amma çalışdıq ki, doğru yoldan sapmayaq. Nə sənət baxımından, nə həyat baxımından. Düzdür, hərçənd bir də görürsən, bir insan öz haqqında danışandan sonra o görünüşün altından yazan kommentlərdə elə mələklər olur ki, 8-400 qanadlı mələklər. Sanki həyatlarını o qədər ideal yaşayıblar və insanlar haqqında bilib-bilməyən fikirlər səsləndirirlər və yaxud da eşidib, amma doğru eşitmədiyi söhbətlərdən çıxarış edirlər və adıma pis təsir edir. Nə baxımdan təsir edir? Mən heç vaxt deyə bilmirəm ki, danışsınlar. Deyə bilmirəm və qabağını da almaq mümkün deyil. Çünki onun düşüncə və təfəkkür səviyyəsi odur. Azər müəllim, niyə Azər Şabanov yox, məhz Azər Axşam? O televiziya verilişindən qaldı. Bu axşam verilişindən, ABA televiziyasından qaldı elə. Sadəcə o vaxtı Əhməd Orucoğlu dedi ki, bəlkə bir təxəllüs götürək. Mən bir müddət razılaşmadım, dedim. Sonra fikirləşdim ki, olsun, əgər alınarsa və bu axşam mən Azər Axşam belə bir şeyi biz təxəllüs olaraq götürdük özümüzə. Ondan bir yana da elə hətta insan var deyir, harasa gedəndə deyir, adınız Azər bəy, soyadınız sizin Axşamovdur, deyirəm, yox, soyadım Şabanovdur. Axşam təxəllüsün. Amma yaraşdı sizə, uğurlu alındı. Nə bilim, vallahi, şükür. Elə ABA TV-dən danışmışkən, gənc yaşlarınızda iştirak elədiyiniz bir çox televiziya layihələri, elə ABA TV-dəki fəaliyyətiniz sizin üçün uğurlu oldu, bəli. Teletime, Milyonçu kimi layihələr. Ümumiyyətcə, bu layihələri necə xatırlayırsınız? Sizə nə qazandırdı bu layihələr? Bu layihələr mənə onu qazandırdı ki, estağfurullah, təkəbbürlük olmasın. Onu qazandırdı ki, o verilişləri məndən yaxşı aparan olmadığını sübut elədi. Yəni, bu mənim, yəni, wow, mən dəhşədəm, yox. Sadəcə o rejissorun, o vaxtki televiziyçilərin düzgün kasting və düzgün seçim etmələri. Bilirsinizmi, hər bir işdə düzgün seçimdən başlayır. Evlilikdə də, təhsildə də, hər bir şeydə düzgün seçim varsa və rejissor əgər axtarır, tapır, o yox, bu yox və seçim edirsə,
zəngə görə yox, sırf peşəkar kimi. O göstərdi ki, düzgün seçimin nəticəsi budur ki, düzdür, Milyonçu məndən qabaq aparılırdı, İlhamiyə xanım aparırdı, başqa tipdə aparırdı. Sonra İngilislərin Silador şirkəti aparıcının dəyişməsini tələb etdilər, çünki veriliş olar mıydı? Sonra, halbuki İlhamiyədən öncə də mənə təklif olunmuşdu, hələ İlhamiyə xanım provalarda, türk məsələsi desək, o seçimlərdə, o yoxlamalarda olduğu zaman mən etiraz etdim. Hətta etiraz edəndə mənə deyildi ki, biz bir də sənə bunu təklif eləməyəcəyik. Dedim ki, o şey ki, mənimdir, mənə gələcək. Sadəcə bir addım atmaq kifayətdir. Sonra ikinci dəfə təklif gələndə artıq konkret bir təklif gəldi və qəbul etməməyimin səbəbi o vaxt o veriliş üçün yaşımın az olmağı idi. Mənim 29 yaşım var idi, ilk dəfə təklif olunanda. Və mən də dedim ki, bu verilişin aparıcısı ən azı 40 yaş və üzəri olmalıdır. Hamı şokdadır. Niyə ki? Dedim, çünki orada suallar qoyulur. Mən həm köhnə nəslə yaxın olmalıyam, həm yeni nəslə. 60-cı illərin sualı qoyulanda mən doğulmamışam. Mən qarşımdakı insandan nə danışım? Bəs niyə bunu bizə öncədən demədilər? İndi mənim ağlıma gəldi. Və sonra artıq qəbul etdim və xahiş elədim ki, suallar qoyulanda, Allah rəhmət eləsin Qasım müəllim, dedim ki, eləyin ki, mənim ən azı son düşəcək tarix heç olmasa 80-ci illər olsun. Bir onda 7 yaşım var idi. Nəsə xatırlayıram. Bax belə, yəni mənə onu verdi. Sübut elədi ki, yəni mən özümə sübut etdim ki, mən bu sənətdə təsadüfi deyiləm. Elə Milyonçudan danışmışkən, düşünürsünüz ki, o zamanki Milyonçu tamaşaçıya daha yaxın idi, yoxsa bugün aparılan? Bugünkü. Mən sizə belə deyim də, o vaxtki tamaşaçı daha çox intellektual, əyləncəli verilişlər həvəskarı idi. Bugün mən Milyonçunu edən insanları qınamıram. Bugün Milyonçu şousuna baxacaq tamaşaçı yoxdur. Yəni bizim tamaşaçımız hər zaman deyir, axı o vaxtki verilişlərdən, o vaxtki aktyorlardan mən onlara bir cavab verirəm. Sən də o vaxtki tamaşaçılardan deyilsən. Sən bəyəm intellektual düşünməyi istəyən tamaşaçısan ki, mən də sənə onu verim. Düzdür, mən onu verməliyəm. Mən borcluyam, maarifləndirməliyəm. İntellektual, əyləncəli verilişlər sənə təqdim etməliyəm. Mənim boynumun borcudur televiziya olaraq. Televiziya bunu etməlidir. Və tamaşaçı istədiyini deyil, televiziya istədiyinə tamaşaçını baxdırmalıdır. Bəlkə onda dəyişər. Amma Milyonçunu bugün ictimai televiziyada gedir, sadəcə şou yoxdur. Düşüncə, Milyonçu var, amma Milyonçu şousu gedir. Şou yoxdur. Onun üçün də əvvəl niyə daha maraqlı idi? Çünki o vaxt Azər axşama qoyulan, rejissor tərəfindən qoyulan, Şərif, bizim dəyərli rejissor tərəfindən qoyulan bir tapşırıq var idi. Bu belə olmalıdır. Bilirsiniz, nə vaxt ki rejissora, aktyor, aparıcı, rejissora, redaktora qulaq asır, təkəbbürlükdən kənar, mən bilirəm, etmir. Sonda onların da əməyinin göstəricisi sən olursan və təriflər sənə gəlir. Bunu başa düşürsənsə, rahatca rejissor deyəndən razılaş. Öz fikirləri də söylə, redaktorun da razılaş, ona hörmət elə. Çünki rejissor verilişin atası, redaktor anasıdır. Ata-anava qulaq asmasan, çörək tapmazsan. Mütləqdir. Saymalısan, hörmət eləməlisən və qulaq asmalısan. Mən qulaq asırdım. Redaktor deyirdi, belə baş üstə. Rejissor deyirdi, belə baş üstə. Bu qədər, Azər, bundan artıq eləmə, baş üstə. Buradan keçmə, oldu. Və ona görə də o yaxşı alındı. Təkcə Azərə görə yaxşı alınmadı. Yenə də komanda, hər şey yerində idi. Və təbii ki, mən apardığım üçün deyil, o vaxtki Milyonçu daha maraqlı idi, nəinki indiki Milyonçu. Çox sağ olun, səmimi cavabınız üçün. Çünki indi Milyonçu çoxdur, vaxtı yox idi. Elə televiziyalardan danışmışkən, bilirsiniz, ümumiyyətcə televiziya davamlı tənqid olunur. Siz demiş, bəlkə tamaşaçı o deyil, bəlkə mühit, bəlkə gözlənti və istəklər o deyil. Bu tənqidlərdən daha çox doğru hesab elədiyiniz hansılardır? Yəni, əslində tənqid olunmalı məqam televiziyada nələrdir və ya kimlərdir? Deyir, çörəyi ver çörəkçiyə.
Birini də üstəlik. Birini də üstəlik. Bilirsiniz, nə inirsiniz eləyin? Ola bilər acı dildir, ola bilər biraz özündən razıdır, amma peşəkarlarla işləyin. Sənə xəyanət eləməyəcək. Çünki o peşəsinə xəyanət eləmir. Sənin də o peşənin içində olduğunu sənə də xəyanət eləmir. Bugün peşəkarlarla işlənmir. Heç kim peşəkar deyil. İstənilən insan, istənilən işi görə biləcək anlayışına gəlib. Hətta elə insanlar da var, deyir ki, mən həm yazıram, həm bəstələyirəm, lazım gəlsə ssenaryo yazaram, lazım gəlsə kinoda çəkərəm, lazım gəlsə bunu yuxudan durğuzan yoxdur. Dur, səhər açıldı, məktəbə getmək lazım. Məktəb. Məktəbsiz heç nə yoxdur. Mən bugün 53 yaşındayım və 30 ildir sənətdəyəm. Güya rejissorluq başa düşmürəm, amma mənə deyilən gəl film çək deyirəm, sənin başına dönür. Mənə rol tapılmadı orada. Mən film, necə çəkim mən film çəkə bilmirəm. Nə var kamerada? Yox, nə var evimizi yıxdı da. Düzdür. Nə var yıxdı evimizi, nə var yox, mən bilmirəm. Bilmirəm, qutardım. Mən indiyə qədər görmürsünüz, mən başqa iş görüm. Mən 53 yaşındayım və 30 ildə aktyoram. Ya da aparıcı, qutardı. Görmürsünüz, mən kimsə prodüser olum, ya mahnı oxuyum, çıxım, müğənni kimi. Ya bu alınmadı, mən də gedim, neynim, gedim bunu eləmirəm. İnsanın bir uzağı iki bacarığı ola. O da eyni sənətdə çətindir. Hər adama verilmir ki, mən həm yaxşı oxuyum, mən də bəstəkar olum. Bu Allah vergisidir. Amma zor gücünə olmur. Sağ olsunlar ki, nəhayət ki, bu qərarı verdilər. Çünki batırdıq, məhv olurduq. Bilirsiniz, mən həmişə deyirdim ki, burada başa düşdükdə bunu idarə etmək çətindir, nə istəyirsə eləyə bilər insan. Amma buradakını sən efirə gətirən kimi layiq olmayanı, o hörmətə minir. Bəli, təsir gücü artır. Və bir ata övladına deyəndə ki, o şeylərə baxma, deyir, budur, televiziyada qonaq oturub, hörmətli adam kimi. İndi mən onu necə tərbiyə edeyim? Azər müəllim, səhnədə daha çox komediya janrında tanınmısınız, amma Cavid Ömrü dramında da rol aldınız. Bəli. Ümumiyyətcə, oradakı performansınızı necə qiymətləndirirsiniz özünüz? Və bu sual davamı olaraq da başqa hansı dram obraz, yəni dram əsərdə yer almaq istərdiniz və hansı obraz canlandırmaq istərdiniz? Vallahi mən 30 yaşımdan bu yana hər dəfə müsahibələrimdə də, qəzetlərdə də o vaxt var idi. Müsahibələrdə deyirdim ki, mən dram teatrı və kino aktyoru fakültəsi tələbəsiyəm. Mən dramatik rolları çox sevirəm. Mən teatrda Hamlet oynadım. Təbii ki, işıqlandırılmadı. Bilmirəm niyə. Və əslində bilirəm, deməsəm yaxşıdır. Deyin, tamaşaçılarımızın marağına səbəb olacaq. Yox, deməyim. Çünki söyləyəcəyim məsələdə gərək söyləyəcəyim, kim haqqında söyləyəcəm, o insan da burada olsun ki, onun haqqına girməyim. Və mən həmişə deyirəm ki, bir rejissor da, məsələn, mənə zəng gəlsin, desin ki, Azər bəy, o qədər sizin intervyularınızda da, müsahibələrinizdə qulaq asmışam, dramatik janrda danışımsınız, mənim belə bir fikrim var. Gəl bunu işləyə. Hətta olub bir dəfə, iki dəfə elə bir təklif, amma sonunda arxasında pul yox idi. Yəni, çox dramatik rol... Mən dedim ki, başa dönmək, biz 2 ay bu əziyyəti çəkək, evdəkilərə nə verək? Mən tək olsaydım, tək insan həyatda olsaydım, mən 1 günlük, 2 günlük, 1 aylıq anam gilə sığınardım. Ki, mama, başva dönərəm sən. Bu, çəkilirəm. Ola da bilər, olmaya da bilər. Riskdir. Amma mənə yemək içməyimə bax, çünki işləməyə bilməyəcəm. İndi mən axı, nətər deyim ki, mən sənətlə məşğulum. Artıq o yaş deyil axı. Mən artıq özüm bu dəqiqə kiməsə dərs verəcək səviyyədəyəm. İndi özüm təzdən başlayım. Mən o yıxırıq. Ən maraqlı şey odur ki, bu televiziyada işləyirsən, hamı görür də sən aparıcı kimi. Sonra çıxırsan televiziyadan. Gəlirsən başqa televiziya, deyir ki, Azər mən belə deyir, gəlin hələ ki başlayaq. Nə başlayaq?
Hələ ki başlayaq nədir? Bilsən, pulu öldürür də. Hələ ki başlayaq. Hani mən 30 ildir başlamışam. Anlayıram sizi. Necə yəni hələ ki başlayaq? Bilirsiniz, vermək istəməyən də pul simiclik eləyəndə məhv olur. Məhv olur. Oynamaq istədiyiniz hansı obrazdır? Mən rejissor məni hansı rolda görürsə, mən o rolda oynamağa hazıram. Hətta mənim özümü görmədiyim rolda məni oynatsa, o rejissorun ayaqqabısının altından öpərəm. Mən Bruce Lee-nin bir sözü var, çox xoşlayıram. Deyir, su ol. O idmana sayır. Amma sonra baxıram ki, mən aktyoramsa, mən su olmalıyam. Rejissor məni bu qaba süzürsə, mən bu qabın formasını almalıyam. Təbii ki, ayaq yolundan savayım. Müsahibələrinizin birində çox maraqlı məqam idi. Su olaraq hansı qabda olmalısınız deyə. Belə başa düşdüm ki, ümumiyyətcə fərqi yoxdur. Ya drama olsun, komediya, istənilən janrda belə xüsusi canlandırmaq istədiyiniz obraz yoxdur. Vallahi, mən o qədər elə aktyorları tanıyıram ki, xüsusi canlandırmaq istədiyi obraz var, sonra veriblər o obrazı oynaya bilməyib. Çoxsu yalandandır. Özünü göstərir ki, güya ki, bu qədər dərin aktyordur. Kim oynamaq istəyir? Mən 3-cü Richard oynamaq istəyirəm. Mən Hamlet oynayam. Mən böyük məmnuniyyətlə Neronu oynayardım. Sonra veriblər, oynaya bilməyib. Ona görə də mən qorxuram. Mən rejissorun məni hansı rolda görmək istəyir, oynamaq istəyirəm. Və mən deyim ki, wow, heç ağlıma gəlmir. Amma oynadım. Məndə tapdı, onu çıxartdı üzə. Təbii ki, sənədə tapdı. Rasim Balayev, Allah rəhmət eləsin, gözəl sənətkarım. Nəsimlə oynayanda nə yaşı var idi ki? Ondan soruşsaydılar ki, sən Nəsimlə oynamaqsan, deyirlər, dəlisən, sən nə Nəsim, mən hara Nəsim. Amma Nəsimin ona oynadan var. Babəki ona oynadan var. Kimdir? Rejissor. Düzdür. Və o yetişir. Yaxşı aktyor olmaq istəyirsənsə, yaxşı rejissorun əlinə düşməlisən. Azər müəllim, əslində teatrla da bağlı isə çoxlu suallarım var, amma mən istəyirəm ki, verilişimizin ikinci mərhələsi səhnə arxasında bir sizə keçək. Amma yenə də bu bir suala toxunum. Teatrla bağlı çoxlu müsahibələrinizdə çoxlu danışmısınız. Ora olan sevginizi, əslində teatrda rol almaq sizin üçün nə qədər əhəmiyyətlidir? Sizi hətta vakansiya, boş yer olmayıb, sizi işə almayıblar, belə bir pis təcrübəniz də var. İndiyə qədərdir, hələ ki, alan yoxdur. Yəni, hər mənada. Bugünkü teatrda nə dəyişməlidir ümumiyyətcə? Sizcə nə baş verir orada da? Vallahi, mən o qədər teatrdan uzaq düşdüm ki, axırıncı dəfə 41 yaşımda teatra qayıtdım. İşlədiyim Pantomim teatrına. Sağ olsun, Elman Rəfiyev teatrın direktoru idi o vaxt. Biz bərabər seriala çəkilirdik. Bir maraqlı ideya atdı. Dedi ki, yadva gəlirsən, mən Pərviz Məmməd Rzayev. Biz Karlxov tamaşası oynamışdıq, 3 nəfərdir. Bəlkə 3 müşketor 20 il sonra kim bunda belə bir şey eləyək. Mən deyirəm də, onun üçün də düz deyir, Bəxtər müəllim ki, aktyor qadın kimidir. İdeya atırsan bu başı tərəfini doldurmağa. Həqiqətən də bir ideya at ki, bəlkə gedək kəndə, artıq ya gedək Antalya, hamısının qalanını eləyəcək. Bir kəlmə bəsdir, yaradıcı qadın başlayacaq onu hər şeyi düzüb qoşacaq, bütün uyğunluqları. Axı bəs o danışmışam, o da bütün işləri düzələcək. Mən dedim, hə. Düzdür, Pərviz razılaşmadı. Nə elədik, hətta evinə elçi düşdük. Evinə qədər getdik, oturduq söhbət. Pərviz nəsə razılaşmadı, istəmədi, özü bildiyi səbəbdən. Amma biz gəldik, teatra gəldik. Sonra Bəxtər müəllim fikri dəyişdik, gəlin Hamleti quraq. Elə oldu, mən də teatra gəldim, biz Hamleti oynadıq, düzdür. Sonra Hamletdən də sonra çıxdım, getdim teatrda. İşıqlandırılmadığı üçün getdiniz? Yox, yox. Orada işıqlanmıyor. Sadəcə həmin ərəfədə televiziyadan təklif gəldi, gündəlik efirə. Mən də dedim ki, biz hər axşam mən saat 7-də efirdə olmalıyam. Əslində bu bəhanə idi? Yox, vallahi bəhanə deyildi. Gedirsən bəhanəsiz gedir. Mən heç vaxt bəhanə axtarmıram. Gedirəmsə gedirəm. Mən dedim ki, mənə 1 il yola verə bilərsinizmi ki, mən 1 ildən sonra xahiş edəcəm televiziyada həftəlik verilişə. Amma bir televiziyadan çıxmışam, başqa televiziyaya gedirəm. Təzədən özümü sübut eləməliyəm. Bax, bayaq dediyimizdə. Başa qayıtmalıyım. Başlayaq görək nə olacaq. Özümü sübut eləməliyəm. Və orada biraz anlaşılmazlıq oldu. Razılaşmadı müəllimimiz.
dedim mənim teatrımla başqa bir yer arasında seçim qoyan insanla, yəni eləçilik işləmək istəmirəm. Dedim Allah canınızı sağ eləsin. İlk də çox istəyirəm. Görsəm əllərindən öpərəm. Müəllimimdir, böyüyümdür. Heç vaxt itirmərəm zəhmətini. Biz keçirik verilişimizin ikinci mərhələsində. Əsas biz. Bayaqdan ondan qaçırdım mən. Qaxta keçən uşaqlığınızdan danışın bizə. Necə oldu ki, bu səhnəyə gəldiniz? Ümumiyyətcə, belə xatırlayırıq, yəni araşdırmalarımız onu göstərir ki, ailə üzvlərinizdən heç kəs bu sənətdə deyil, bir tək sizsiniz. Bizə biraz bundan danışın. Mən belə deyim də, uşaqlıqda, məktəb illərində, hardasa 4-cü, 5-ci sinifdə bu istək yarandı. Və bu istəyin də yaranmağına səbəb təbii ki, baxdığımız kinolar, sonra o vaxt tez-tez göstərirdilər səhər görüşləri. Bizim aktyorlarımız, həm də Sovet dönəmi idi. Və biz qardaşımızla başladıq, daha doğrusu mən, bu gördüyümüz şeyi eynisini səhnələşdirməyə. Beləcə evə qonaq gələndə biz konsert proqramı düzəldirdik. Qardaşım pianoda çalırdı, mənim çox yaxşı səsim var idi. Sonra boğaz ətimin kəsilməsi ilə mənim səsim dəyişdi. 4 oktav var idi, indi 3 oktav. Nəysə. Və oradan başladı hələ-xırda. Sonra məktəbdəki dərnəklərdə, tamaşalar. Sonra Osman müəllim var idi Qaxda. İndi də sağdır, Allah ömür versin. Düz neçə vaxtdır münasibətimiz yoxdur. İnsan uzaqlaşır. O bir dərnək açdı. Başladım onun dərnəyinə getməyə. Elə yavaş-yavaş bu sənət yandı. Bir gün atam dedi ki, atam da fizika riyaziyyat müəllimi idi. Və mən də başqa bir istedadım var idi, idman sahəsinə. Ona qoymadı məni. Yəni rayonda nə cido gəldi, cidoya getmək istədim, qoymadı. Samboya getmək istədim, qoymadı. Sonra karatə. Nəsə dedi ki, idman olmaz. İndiki uşaqlar bilmirəm nə reaksiya verərdi. Biz qulaq asırdıq. Musiqiyə qoydu, şahmata qoydu, sevmədiyim oturmağı şahmata qoydu və beləcə bura icazə vermirdi. Bir dəfə dedi ki, mən sənə 1 il icazə verəcəm, gedərsən, girməsən, sonra daha getməyəcəksən. Mən də dedim ki, atam, dedi, hə. Dedim, sən niyə müəllim olubsan? Dedim, mən bu peşəni sevmişəm. Dedim, mən istəyirəm, mənim atam prokuror olsun. Sudya olsun. Niyə olmadın? Mən bu müəllimliyi çox, mən də bu sənəti sevirəm. Mən girməsəm də yenə bura gedəcəm. Çox qəşəng. Elə oldu, qaldım. Gülürdüm, həmişə zarafatla sözümü deyirdim, qəlbinə dəymədən. Anama çönüb deyirdi ki, köpək oğu ilə bacarmıram. Çünki xətrinə dəymədən, biraz məntiqli olaraq elə yerdən vururdum ki, mən də istəyirdim ki, sən prokuror olmasan, olmamışsan, müəllim olmasan. Niyə? Sən o sənəti sevmirsən, mən o sənəti sevirəm. Əslində, Azərbaycanda cəmiyyət sizi çox sevir. Yəni, və həm sevir, həm tanıyır. Siz çox az simalardansınız ki, yaş fərqi olmadan sizi tanıyırlar. Yəni, bu, məncə, hər sənətkara, hər bu sahə şəxsinə aid olmur. Əlbəttə, bu... Mən elə gəlir ki, nə olur olsun, gərək dəyişməyəsən. Dəyişəcəksənsə, sənin dəyişikliyin ətrafa işıq saçmalıdır. Yox, saçmırsa, elə olduğun kimi qal, qoy köhnə işıqdan istifadə eləsinlər. Əslində, mən də sizin uzun illər izləyiciniz olmuşam müxtəlif televiziya layihələrində və bugün qarşımda bir balaca fərqli Azər axşam görürəm həm də. Əslində, çox şadam ki... Yox, əslində yox. Fərqli, yəni efirdən ötürdüyünüz enerji ilə, bir ötürdüyünüz emosiya ilə həyatdakı arasında biraz fərq var. Mən sizə deyilmi? Bu hardan irəli gəldi? Elə onu bilmək istəyirəm ki, bu əslində tamaşaçı ilə o fərq nədir? Dediyim peşəkarlıq budur. Həyatda olduğun kimi səhnədə, səhnədə olduğun kimi həyatda olmayacaqsın. Oldunsa, sən peşəkar deyilsən, sən elə busan.
Amma mən bu məqamla razıyam ki, nə olur olsun insanın xüsusiyyəti, xarakteri, onun yetişdiyi mühit, onun aldığı tərbiyə mütləq onun fəaliyyətinə təsir edir. Mütləq. Nə qədər peşəkarlarsa da o özünü mütləq orada göstərir. Mən həqiqətən də çox sevinirdim ki, nə yaxşı mən yaxşı müəllimlərdən və yaxşı tələbə olmuşam. Bilirsiniz, o İpmenin gözəl sözü var, Bruce Lee müəllimi. Deyir ki, yaxşı müəllim tapmaq çətindir. Amma yaxşı tələbə tapmaq, yaxşı müəllim tapmaqdan daha çətindir. Mən yaxşı tələbə olmuşam. Çox sevinirəm. Və mən bu 11 il biz Qız Atası serialında Çingizi oynadım. Lağlağanın, yalançının, ikiyüzlünün birini oynadım. Və dəfələrlə oldu ki, mənə yaxınlaşdılar ki, Azər mənim, siz o rolu necə oynayırsınız? Necə ki? Bayaqdan yarım saatda baxıram ki, o obrazdan sizdə nəsə tutum yoxdur. Mən sevinirdim. Burada peşəkarlıq artıq meydana çıxır. Çünki mən ora girdiyim zaman o haldayam. Özünüzdə bəyənmədiyiniz xüsusiyyətlərinizi bizə deyə bilərsiniz. Hansı ki? Xüsusiyyətləriniz də bir dənə də bilək. Bəyənmədiyiniz xüsusiyyətləriniz. İstədim deyəm ki, 3 xüsusiyyətiniz dedim. Azər mənim deyəcək ki, nə bilirsiniz, 3-dür, bəlkə 1-dir, bəlkə çoxdur. Çoxdur. Ona görə rəqəm demədim, amma mütləq ki, 2-dirsə artıq xüsusiyyətlərdir də bildim. Sevmədiyim xüsusiyyətim və həm də hiss eləmsiniz ki, onu tamaşaçı hiss edib. Yox, inanmıram hiss etdirməmisiniz. Peşəkarlığınızdan dolayı. Sevmədiyim xüsusiyyətim, vallahi mən həmişə çalışmışam ki, mən sənətçi kimi yox, insan kimi sevilim. Çalışmışam. Təbii ki, hər kəs də səni sevəcək deyə yaşamayacaqsan, çünki özün qiymətdən düşərsən. Amma həmişə nəsə istəmişəm ki, qarşı tərəf məni düz anlasın. Düz qəbul eləsin. Olub ki, tərsinə. Sən düz hərəkət edirsən, qarşı tərəf səni görmək istədiyi kimi görür. Amma sevmədiyim xüsusiyyətim... Ətrafın rəyindən çox asılı olmağınız, onu demək istədiniz? Deyil asılı olmağım. Vallahi, maraqlıdır mənə. Mən istəyirəm ki, məsələn, o Al Pacino'nun gözəl sözü var. Deyir, sizin haqqınızda əsl deyiləcək sözlər siz dönüb getdikdən sonra söylənəcək sözlərdir. Mənim üçün önəmlidir o. Mən getdikdən sonra mənim haqqımda nə danışılacaq? Və çalışmıram ki, mənim haqqımda yaxşı danışılsın deyə yaxşı göstərim özümü. Mənim ən çalışma xüsusiyyətim odur ki, olduğum kimiyəm. Bəlkə də bu qədər də lazım deyil. Azər bəy, 2 dəfəli həyatı qurmusunuz. Övladlarınızın adları və bu seçimlər arxasında hansı hekayə dayanır? Cavidan adı Nicat Kazımov var. Tanıyırsınız aktyor, Gənc Tamaşaçılar Teatrında. O həmişə bizə qonaq gələndə, hələ o vaxt yoldaşım hələ uşaq gözləyirdi. Gözəl sənətkarımız Amaliya Pənahovanı yamsılayırdı. Çox qəşəng yamsılayırdı səsini. Və hər dəfə də başlayırdı ki, Cavidanın ruhu. Bir gün qayıtdı ki, bəlkə dedi, oğlumuz olsa adını Cavidan qoyasınız. Mən də baxdım, adının özünə gördüm, əbədi yaşar igid deməkdir. Dedim, olar. Həm də samballatdır, Cavidan. Və adı qoyandan sonra heç kimə icazə vermədim, heç özümdə ki, uşağı Caka, Cava, Cavid çağırmayın. Sən də Cavidan, küçədə orada imkan verməsənə Caka, Cava desinlər. Cavidan desələr deməsələr könmə. Və indiyə qədər də çox şükür artıq ona kimsə Cava, Caka demir, Cavidan deyə müraciət edir. Elə oldu, adı qoyuldu. Adını yaşasın. İkinci uşağımda da, oğlumda da bacımın sevdiyi bir sənətçi vardı, Ərcan Saatçı. O vaxt o Popstar yarışmasında münsiflərdən biri idi. Həm də deməli, qardaşımın oğlu olacaqdı. Qızın adı Selcan idi. Bacım da dedi ki, bəlkə onun adını Ərcan qoyaq. Selcan, Ərcan. Bizim ümumiyyətlə ailə xoşlayır belə şeyləri, xəyalə, nurlar. Mən xoşlamıram əslində. Mən xoşlamıram ki, seçilsin. Nur deyincə hamı baxmasın da konkret müraciət olsun. Sonra qardaşımın oğlunun adını, atamın adını qoyduq. Çox gözəl addır. Abdusalam. Mən
bacıma görə oğlumun adını Ərcan qoydum. Övladlarınız sizin məşğulluğunuza necə yanaşır? O övladlar mənə yanına ata kimi yanaşır. Yəni onlara mane olur görəsən sizin məşğulluğunuz? Yox, onlara mane olub olmadığı mənim maraqlandığımı, çünki mən düz yoldayım. Mən səhv yolda olsam, mən düz yoldayım. Onları maraqlandırmamalıdır. Onlar sadəcə məni ata kimi sevməlidir və mənim dediklərimlə oturub durmalıdırlar. Ən azı bir yerə qədər. Və ondan sonra hörmət eləməlidirlər. Sayğı göstərməlidir. İstərdiniz övladlarınızdan hansısa sizin yolunuz davam etdirsin? Problem deyil. Mən həmişə hər ikisinə deyirdim ki, mən sizin seçiminizə o vaxt qarışacağam ki, əgər sizin seçiminiz haqdan kənara çıxırsa, seçiminizə müdaxilə etmək məcburiyyətindəyim. Elə də mən çıxsam haqdan mənə müdaxilə edə bilərsiniz. Yox, haqdan kənara çıxacaq qərarlar vermirsinizsə, həyat sizindir. Hansı sənət sahibi olacaqsınız, kimdən evlənmək istəyirsiniz, necə görürsünüz gələcəyinizi. Mən sadəcə işıq sala bilərəm. Vəssalam, başqa iş nə? Sadəcə bir mayak olmağa çalışacağam ki, yolunuzu azanda bu mayakı yolunuzu tapasınız. Mayakı görəsiniz. Vəssalam, başqa onlara biz nə edirik? Bizdən də ağıllıdırlar, bizdən də daha düşüncəli nəsildir. Biz onlara sadəcə öz təcrübəmizdən çıxış edərək kişilərə kişi olmağı, xanımlara da namuslu olmağı öyrətməliyik. Onlara başqa şey lazım deyil. Təhsil, tərbiyə, qutardı. Düzəlt, gəmini düzgün düzəlt, batmayacaq, üzəcək. Bayaq danışanda qeyd elədiniz ki, siz atanız heç bir idman növünə sizi qoymayıb, amma siz idmanla məşğulsunuz. Hə, mən dalaşqanlığı sevirdim, amma bu qədər atamdan qorxurdum ki, hətta döyə biləcəyim adama da döyülürdüm ki, sonra atam gələcək məktəbə mənim. Hətta qabağımdan məcburdum, qaçırdım ki, vursam atam deyəcək, niyə döymürsən? Çox komünist adam idi. Mən ona razılaşmırdım, deyirdim, sən düz demirsən də ata. Mənə vuranı mən vurmalıyam. Deyirdi, yox, get müəllimə de. Deyirdim, mən müəllimə deyənə qədər şişdən keçir, axı müəllim mənə qayıdıb deyir ki, sən də ona vurardın. Atam qoymurdu, dava etməyə mümkün deyildi. Sonra universitetdə oxuyanda artıq biraz sərbəstləşdim, başladım idmanla məşğul olmağa. Xarakterinizə təsir elədi idmanla məşğul olmağınız? Məni daha tərbiyəli, daha mədəni olmağa vadar etdi. Əksinə, yəni əzazil, davakar yox. Mən anladım ki, bir zərbə insanı öldürə bilər və o ölənlərdən biri mən də ola bilərəm. Ona görə də dava etməkdən öncə sözlə, danışaraq hər bir işi yoluna qoymaq lazımdır. Dava edəcəksən namusun üçün, başqa dava edəcək şey yoxdur. Bir də vətən o başqa davadır. Namusun üçün, bəli, yumruq davasına girə bilərsən. Amma hər şeyə görə davaya girə bilmək əksinə zəiflikdir. Enerjili insansınız, əslində danışan, müzakirələr edən, ətrafınıza müsbət aura paylayırsınız, yayırsınız. Bəs yaxşı, Azər axşam özü ilə təkbətək qalanda onu ən çox nə kədərləndirir? Və yaxud hansı düşüncələr? Elə təkliyim. Təkliyiniz. Tək qalanda elə təkliyim kədərləndirir. Çünki mən həmişə bilirəm ki, təkliyə yalnız Allah dayanır və təkliyi sevən insanlara çox qibtə eləyirəm. Hərdən lazımdır tək qalmaq. Amma o, özün istədiyin vaxt olmalıdır. Yəni elə həyat səni tək qoysun deyə yox. Mən təkliyi sevmirəm. Tək qalanda o təklikdən sıxılıram. İstəyirəm yanında adam olsun, ünsiyyət qurum, danışım, söhbət edim. Bu vacibdir. Və onun da ən yaxşısı təbii ki, həyat yoldaşıdır. Bir insanın, görürsünüz nə gözəldir, həyat yoldaşı. Biz deyirik, həyatın boyu sənin yanındadır. Həyat yoldaşıdır və bacarmalısan ki, həyat yoldaşı ilə hər mövzuda danışa biləsən. Bu yaxında sizin, Allah sizə uzun ömürlər nəsib etsin. Bu yaxınlarda sizin bir ölüm xəbərinizlə bağlı bir xəbərlər dolaşdı ortaqda. Siz özünüz də bildiniz, hətta bir videoda çəkmişdiniz. Ümumiyyətcə, o anda nə hiss etdiniz? Valla, mən bilmirəm də, mən bilmək istəyirəm, o adamlar nə yeyir, nə içir, nə atır. O başqa, təəssüf. Yəni,
baxış üçün. Hə, baxış üçün, bəli, başqa səs şey gətirmək yoxdur. üçün. Bəli, bəli. Siz nə hiss elədiniz? Bax, o bəzi insanlar var ki, onlar hər gün ölümü xatırlayanlardandır. Bəzi insanlar var ki, məsələn, mən də çox xatırlanmamağa çalışıram. Əslində xatırlayarkən çox üzülürəm və o an belə deyək də ağlamağım tutur ki, yəni hər an hər şey burada dayana bilər. Və siz bax o anda nə hiss elədiniz və ölümü nə qədər xatırlayırsınız? Mən sizə bir söz deyim. Namaz qılırsınızmı? Bəli. Çox gözəl. Mən namaz qılandan sonra biraz ölümə bağlı düşüncəm dəyişdi. O baxımdan dəyişdi ki, mən başa düşdüm ki, ölümün belə xeyirlisi var. Mən Allahdan xeyirli ölüm arzu edirəm. Fərqi yoxdur hansı yaşda. Kəlmə-i şəhadəti söyləməklə dünyadan köçməyi arzu edirəm. Çünki o hər an ola bilər. Amma o kəlmə-i şəhadəti deyə biləcəmmi? Bunu demək üçün yaşayacağammı? Bu vacibdir mənim üçün. Onun üçün də mənə sadəcə biraz qıcıq oldu ki, mən ölsəm sənə nə olacaq? Nə olacaq, düzdür. Onsuz ki, öləcəyik. Onsuz ki, qaçış yoxdur. Amma vacib olan öləndən sonra o Keanu Reeves'ə gözəl, çox qəşəng cavab verdi. Keanu Reeves sevdiyim Hollywood aktyoru. Deyir ki, öləndən sonra nə olacaq? Deyir, mənim üçün məni sevənlər darıxacaq, başqa heç nə. Elədir. Həqiqətən. İndi elə deməli yaşamalıyıq ki, bizim üçün darıxsınlar. Yerimiz görsənsin. Yerimiz görürsün, doğrudur. Yəni onda biz biləcəyik ki, mən bu övladım üçün yalnız maddiyyat üçün deyilənmiş. Sən demə, mən bunun üçün mənəvi. Mənim atam dünyasını dəyişəndə Allah rəhmət eləsin. Allah rəhmət eləsin. 90 yaş yaşadı. Allah hər kəsə ömür versin. Çox ağlamadım, amma bir dəfə çox möhkəm ağladım. Dedilər, 90 yaşı var idi, xəstə idi. Deyirəm, mən təkcə ona görə ağlamıram, atamı itirmişəm. Mən bir şəxsiyyəti itirdiyim üçün ağlayıram. O mənə təkcə ata olmayıb. Bu mənim həyatda ən sevdiyim və ən çəkindiyim adam olub. Mən ona çəkindiyim üçün ağlayıram ki, daha mən kimdən çəkinəcəm? Mənim tərəzim getdi. Mənim hesabat yerim getdi. Düzdür, anam da pis deyil hesabat. Hesabatı vaxtında alır. Peyğəmbərimizin sözləri deyir, kişilərin bir tək hesabat verəcəyi insan analardır. Azər bəy, biz sürətli suallar mərhələsinə keçirik. Mən sizə cəmi 3 sual verəcəm və siz sürətli cavab verməsiniz. Hə, yox, hə? Hə, yox da ola bilər, sözlər də ola bilər. Yox, hə, ola bilər. Yox, hə, ola bilməz. Çünki burada suallar elədir ki, siz mütləq bura bir ifadələr, cümlələr, sözlər əlavə eləməsiniz. Özünüzü 3 sözlə ifadə edin. Tərbiyəli, istedadlı, peşəkar. Sizi uğurlu edən əsas xüsusiyyətiniz? Təvazökarlığım, inşallah. Motivasiyanı nədən alırsınız? Allahdan. İndi improvizə mərhələsinə keçirik və mən sizə cümləni deyəcəm, siz o 3 nöqtəni tamamlamalısınız. Ən fəxr etdiyim layihə? Ən fəxr etdiyim layihə? Milyonçu. Kaş etməzdim. Kaş etməzdim. Yoxdur elə bir şey. Onları etdiyim üçün bugün varam. Amma ola bilməz ki, nəsə bir şey yoxdur. Mənim bugün belə olmağımın, qurulmağımın səbəbi elə o kaşlardır. Nə yaxşı ki, etmişəm. Hə, nə yaxşı ki, etmişəm. Nə yaxşı ki, ibadətə gəlmişəm. Bilirdim ki, cavab verəcəksiniz. Çox şükür. Həyatın mənə öyrətdiyi ən böyük dərs? Özün kimi ol. Azər bəy, indi verilişimizin ən son, bəlkə də ən belə deyək də xüsusi məqamıdır. Çünki sizdən xahiş eləyəcəm ki, insanların sizin haqqında bilmədiyi və heç yerdə demədiyiniz bir məlumatı, bir etirafı bizimlə paylaşasınız. Heç kimi bilmədiyi. Heç kimi bilmədiyi. Yəqin ki, ailə üzvlərinizin bildiyi bəlkə də. Maraqlı sual, amma mənim haqqımda bəlkə özümün bilmədiyim bir şey var.
Mənim haqqımda bilmədikləri belə bir şey. Hətta inanırsınız ki, mən çox şey özüm haqqında, o insanlardan öyrəndim. Sən demə, mənim bu tərəfimdə var imiş. Mənim haqqımda bilmədikləri, mən heç bir şey gizlətmədiyim üçün və maraqlı indiyə qədər... Bəlkə bir hadisə, bəlkə bir yaşanmış bir an. Mənim haqqımda bilmədikləri. Yəni, mənim haqqımda bilmədiyim elə bir tərəfim də yoxdur, elə bir işim də, bir hadisədə. Yəni, sən teatrda hansısa bir çəkiliş vaxtı olan şeylər, bu o qədər də bilmələri önəmli olan bir şey deyil. Bu detallardır. Bir də var ki, bir şəxsiyyət olaraq sənin haqqında bilmir və sən onu deyəndən sonra deməlidir ki, məsələn, mən tutaq ki, deyərdim ki, mən Quranı əzbər bilirəm. Məsələn, kaşk elə olardı, o deyərdi ki, o hafizdir. Bu mənim haqqımda bilmədiyi vacib bilmək. Amma mən yıxıldım, orada qabırğam sınmışdı. Nə olsun? Yaxşı, 20 il öncəyə getmək fürsətiniz olsaydı? Deyən neçə yaşım var? Bir 30 il öncəyə. Bugünkü Azərə nəyi tövsiyə edərdiniz ki, bunu et, bunu etmə? Və yaxud necə davran? Hansı səhvlərdən qaçın? Mən sizə bir söz deyim. Mən 20 il öncəyə getsəm də, tezdən elə eyni şeyləri yaşayıb gələcəm. Çünki, yenə deyirəm, bugün bizi biz edən elə bu yaşa qədər etdiyimiz doğru, səhv, yanlış, günah və xətalarımız bizi düzəldir. O bir şeyi düzəldir, səni quraşdırırsan. Elə aşır, yamayırsan təzdən orakidən. Sement biraz çox elə, belə qurursan. Təzdən qayıdıb onu dəyişə bilməzsən, çünki həmin anda külək hayandan əsəcək, onu bilə bilməzsən, çünki Allahın yolları bilinməzdir. O hansı dalğaları sənə vurubsa, çırpıbsa, sən qayasan və səndən nə tökülübsə, o tökülüb. Onu təzdən yerinə qoysan, başqa dalğa gələcək. Yəni, bu mümkün deyil ki, yaşanmalı olan yaşanmalıdır. Mən bunu eləməzdim, mən bunu eləməzdim. Yox, onu eləməzdim, onda sən bugünkü Azər olmayacaqdın. Çalışıram, sizə də demişim, verilişlərə getmirəm və getməməyim də o demək deyil ki, yəni mən hər verilişə getməyəm anlayışı deyil. Sadəcə bu çıxandan sonra mənim ümumiyyətlə sənətə həvəsim ölüb. Çünki bilirsiniz, bu hər şeyi tökdü ortaya, gizliləri açdı. Amma elə şeylər var ki, onlar gizli qalmalıdır. Və bugün də intervyu, müsahibə vermək istəyirsən, danışmaq istəyirsən, amma o ağıllı intellektuallar var da, mən ona biganə qala bilmirəm, əsəbləşirəm. Bunun üçün də çıxış yolunu ancaq verilişlərə getməməkdə görürəm ki, mən bir dəfə bir jurnalistə dedim, valla mən nə heç kimin tərifini, amma nə heç kimin də söyüşünü istəmirəm. Tərifini də istəmirəm. Amma məncə yenə də yerinizi boş qoymayın. Sizin üçün darıxan, sizi sevən, sizi eşitmək istəyən mütləq izləyiciləriniz var. Ona görə yeriniz bizim televiziyada da, səhnədə də görünür hər zaman. Bizim tamaşaçını biraz başqa şeyə yönəltdilər. Mən çox qorxuram ki, bizim tamaşaçı, çox qorxuram. Kaş ki, belə olmasın. Hamısına aid eləmirəm, əstağfurullah. Yaxşıları da var. Bizim insanlarımız daha çox populyar insanları sevirlər. Savadlı, istedadlı, tərbiyəli insanları sevmirlər. Populyarlıq axtarırlar. Mənim toyumda populyar adam olsun. İstedadlı adam yox. Hətta bir dəfə bir toydaydıq. Köhnə televiziyçiləri var, dövlət televiziyasının. Onlar da orada qonaq idilər. Mənə söz verdilər, mən danışdım. Mənə dedilər ki, sizdən sonra onlara söz verərsiniz. Və salda 90% televiziya işçiləri idi. Və mən onun 2 dənə Azərbaycanın tanınmış diktor lokomotivlərinin adını çəkdim, sözü olaraq verirəm. Adlarını deməyəcəm. Sən inanırsan ki, bu zalda oturanlardan heç bir reaksiya olmadı. Və mən də dalınca dedim, dəhşət. Dəhşət dedim, 2 dənə magikandan adını çəkirəm, deyirəm, siz əyləşən televiziya işlərindən reaksiya yox deyə. Amma bir dənə indi TikTok'dakı dalını, başını bayıra qoyanı buradan dəvət elə içəri girməyə, siz televiziyçilər cumacaqsınız onun üstünə. Görün, dedim, televiziyada kimlər işləyir. O bir dənə bataqlığa daş düşdü.
Mən bugün Qorxmaz Əliyini görəndə qaça-qaça qabağına gedirəm. O ola bilər bugün efirlərdə deyil, amma o mənim qəlbimdə taxt qurub öz peşəsi ilə. Və onun kimi bir çox aktyorlar, nə olsun ki, ola bilər bugün mənim pulum da onlardan çox ola bilər, belə imkanım da, amma mən o aktyoru görəndə onun qabağına qaçaram, əllərindən öpərəm. Bu yoxdur, bax, bugün bu itib. Əzər bəy, çox sağ olun. Sağ olun. Sizlə söhbət etmək çox xoş idi. Yenə Təşəkkürlər. bu Allah müzakirələrdə də öz fərqli yanaşmanızı, səmimi mövqeyinizi sərgilədiniz. Hörmətli tamaşaçılar, bugünkü verilişimizin qonağı tanınmış aktyor, televiziya aparıcısı Azər Axşam idi. İnanıram ki, bu müzakirə də könlünüzcə oldu. Həm teatrdan, həm televiziyadan, həm də bir balaca Azər Axşamın həyatından danışdıq və məsələlərə daha aydınlıq gətirdik. Təşəkkür edirəm. Sağ olun, salamat qalın.